Some people involve in your life and hurt you, but they do it so skillfully that you can't even realize it for a long time. This is Dark Triad. I'm here to talk about Dark Triad and three personalities that are part of this triangle. Firstly, you saw the edit of three main characters that carry out different dangerous features. As I'm aware that you're familiar with this psychological approach, I don't want to consume your valuable time with a bunch of long explanations of these aspects, so I will give the priority to examples related to their personality. Let's analyze behavior of movie characters. Dark Triad'ın birinci xüsusiyyəti sayılan narsizmdən danışsaq, bugünkü narsizm daha çox insanın özünü həddindən artıq ön plana çıxarması ilə bağlıdır. Burada söhbət təkcə özünü sevməkdən getmir. İnsan artıq mən daha vacibəm, mən xüsusi olmalıyam kimi bir hissin içində yaşayır. Sosial mediada da bunu daha da gücləndirib. Çünki insanlar artıq kim olduqlarını yox, necə göründüklərini idarə edirlər. Bəyənilmə, diqqət, reaksiyalar bir növ dəyər ölçüsünə çevrilib. Amma problem burada başlayır. İnsan bu təsdiqi almayanda özünü boş və dəyərsiz hiss etməyə başlayır. Və maraqlısı odur ki, bu hiss onu sakitləşdirmir. Əksinə, reaksiya verməyə məcbur edir. Yəni insan içə çəkilmir, daha çox özünü sübut etməyə çalışır. Daha çox diqqət istəyir, daha çox görünmək istəyir. Bəzən sosial media həddindən artıq özünü göstərmək, bəzən də real həyatda başqalarını kiçiltmək, üstün görməyə çalışmaq kimi davranışlar ortaya çıxır. Bu xüsusiyyətlərə uyğun gələn obraz The Boys adlı serialdan Homelander misal çəkmək olar. Homelander'ı düşündükdə məncə ən qorxulu tərəf onun güclü olması deyil. Onun gücünün içində heç kimin ona yox deyə bilməməsidir. Məsələn, serialda görürsən ki, o öz imicinə çox bağlıdır. İnsanlar onu kamera qarşısında ideal qəhrəman kimi görsün istəyir. Amma kamera bağlanan kimi tam başqa biri olur. I'm stronger, I'm smarter, I'm better. Yəni zahirdə xilas edən fiqur, amma realda hər şeyi nəzarətdə saxlamaq istəyən bir insana çevrilir. Bir səhnədə kimsə ona qarşı çıxanda isə o bunu normal fikir ayrılığı kimi yox, sanki şəxsi hücum kimi qəbul edir. Reaksiyası da adi olmur. Çox tez aqressiyaya keçir və vəziyyəti tamamilə öz gücü ilə bağlamağa çalışır. Çünki onun dünyasında səhv etmək və ya zəif görünmək kimi bir şey yoxdur. Hətta bəzən insanlara elə istifadə edir ki, sanki onlar real insan deyil, onun yaratdığı imicin ayrı-ayrı parçalarıdır. Ona görə kimsə ona uyğun davrananda problem yoxdur, amma uyğun gəlməyəndə artıq aradan qaldırılmalı bir fiqur kimi görünür. Psixopatiya Dark Triad'ın ikinci xüsusiyyəti kimi tanınır və burada vacib şey odur ki, bu fəlsəfədə pis insan obrazının mövcud olması mütləqdir demək deyil. Psixopatiya hər kəsdə fərqli dərəcədə ola bilər. Sadəcə yüksək səviyyədə olanda insan münasibətlərində ciddi problemlər yaradırlar. Çünki empatiya olmadıqda qarşı tərəfi anlamaq yox, daha çox idarə etmək ön plana keçir. Psixopatiya tək bir xüsusiyyət deyil. Məsələn, Robert de Hare tərəfindən yaradılan Hare Psychopathic checklist əsasən psixopatiya müxtəlif komponentlərə bölünür. Bu modelə görə psixopatiya əsasən 4 sahədən ibarətdir. Interpersonal, affective, həyat tərzi, antisosial davranış. Bu isə onu göstərir ki, psixopatiya təkcə qəddarlıq deyil, müxtəlif psixoloji və davranış komponentlərinin birləşməsidir. Biz isə bugün interpersonal, yəni manipulyasiya və cazibədar görünməyə əsaslanan psixoanalizlə əlaqəli danışacağıq. Psixopatiyanı popkultura nümunəsi ilə, yəni böyük kütlə tərəfindən sevilən bilinən mədəniyyət forması ilə izah etmək istəsək, Amerika kino tarixindən Patrick Bateman'ı nümunə göstərmək mümkündür. Bateman daha çox cəmiyyətin gözündə cazibədar, güc və uğur simvolu kimi göstərilən, psixopatiyanı isə pop mədəniyyətdə şişirdilmiş bir təcəssümüdür. Xüsusilə 1980-ci illərin materialist cəmiyyətində, yəni insanın dəyərinin əsasən pul, status və sosial görünüşlə ölçüldüyü bir mühitdə Bateman ideal görünən, amma daxili olaraq boş və empatiyadan məhrum bir insan modelini simvolizə edir. Bu film xarakteri bizə xaricdən uğur və cazibəsi ilə insanların gözünü boyayan, lakin qarşılarındakı insanın daxilində psixoloji sağlamlığın pozulması gerçəyini görmələrinə mane olmasını göstərir.
Dark Triad'ın sonuncu əsas xüsusiyyəti Machiavellinizm fəlsəfəsidir. Bu fəlsəfə Niccolo Machiavellinin adı ilə bağlıdır. Bildiyimiz kimi Machiavelli The First, yəni Şahzadə əsərinin müəllifidir. Machiavelli yaşadığı dövrdə siyasəti o dövr üçün çox fərqli baxış formalaşdırmışdı. Çoxları siyasəti ideal bir şey kimi görürdü. Yəni həmişə dürüst, mərhəmətli, təmiz qalmaq işlənilirdi. Ancaq Machiavelliyə görə hakimiyyəti saxlamaq üçün bəzən hiylə, sərtlik və manipulyasiya da lazım olurdu. Onun üçün əsas məsələ dövlətin güclü qalması idi. Yəni lider necə qərar verir, insanları necə idarə edir, sistem necə dağılmır. Biraz sərt səslənsə də o siyasəti emosiyalardan çıxarıb tam real həyat kimi analiz edirdi. Is it better to be loved or feared? Bronx Tale filmində səslənən bu suala əsrlər əvvəl Machiavelli bu cür cavab vermişdi. If you cannot be both, it's better to be feared than loved, but avoid being hated at all costs. Yəni əgər eyni anda həm sevilmək, həm də hörmət və qorxu yaratmaq mümkün deyilsə, qorxu daha işləşdir. Amma bir xərc var. Bu nifrətə çevrilməməlidir. Amma düzünü desək, Machiavelli biraz sərt düşünür. Çünki onun yanaşmasından nəticə hər şeydən önəmlidir. Yəni məqsədə gedən yolda qarşına çıxan maneələri dəf etmək üçün insan dəyərləri ikinci plana atıla bilər. Ona görə də bu fikirlər həm güclüdür, həm də biraz təhlükəlidir. Çünki düzgün istifadə olunmasa çox rahat manipulyasiya vasitəsinə çevrilə bilər. Bu fəlsəfənin təhlükəli tərzdə istifadəsini biz Shakespeare-in Otello əsərində Iago obrazında görəcəyik. Strangle her in her bed. Oh, my Feed left in hand. the bed she hath I am your own. Forever. Iago əsərdə və filmdə açıq şəkildə zorakılıqla yox, manipulyasiya və psixoloji idarə etməklə məqsədinə çatan obrazdır. O insanları birbaşa idarə etmir, onların zəif tərəflərini, qorxularını və şübhələrini istifadə edərək onları bir-birinə qarşı çevirir. Iago'nun ən təhlükəli tərəfi onun insanları heç bir şəkildə anlamağa çalışmamasıdır. Yəni empatiyadan məhrum olması və başqalarının həyatını sadəcə bir oyun planı kimi görməsini göstərir. Bu obraz Machiavellinizmin klassik nümunəsidir. Yəni məqsədinə çatmaq üçün hər vasitəni qəbul edir, manipulyasiyanı isə əsas güc aləti kimi istifadə edir. Machiavellinizmin digər iki xüsusiyyətdən fərqi ondadır ki, bu mental disorder, yəni psixi xəstəlik kimi yox, daha çox strategiya, düşüncə tərzi kimi tanınır. Psixoloqlar sonradan araşdırmalar nəticəsində bu üç xüsusiyyətə birini də əlavə etdilər. Dark Tetradın dördüncü elementi olan sadizm başqasının əzabından həzz alma və ya ona emosional laqeydlik göstərmə meylidir. Kino dünyasında bunu ən açıq şəkildə A Clockwork Orange filmində Alex obrazında görürük. Burada zorakılıq sadəcə bir hərəkət deyil, bir növ zövq və ifadə formasıdır. Alex üçün zorakılıq sadəcə bir hərəkət deyil, estetik və emosional bir təcrübədir. O başqalarına ağrı verməyi bir növ həyatın dadı kimi görür. Bu klassik mənada sadizmə çox yaxın bir yanaşmadır. Yəni başqasının əzabından emosional həzz alır. The Corova Milk Bar sold Milk Plus. Milk Plus, Bella said, was Synthemes or Drencrum, which is what we were drinking. This would sharpen you up and make you ready for a bit of the old ultra-violence. Bu filmin 1862-ci ildə Anthony Burgess tərəfindən yazılan kitab versiyasında daha dərin ideya mövcuddur. Burgess göstərir ki, sadizm təkcə şər olmaq deyil, həm də empatiyadan tam yoxluğu və azad iradənin yanlış istiqamətdə istifadəsidir. Alex zorakılığı seçir, çünki onun üçün bu nəzarət və güc hissi yaradır. Daha sonra isə sistem onu zorla düzəltməyə çalışanda kitab əsl sualı ortaya qoyur. İnsan zorla yaxşı ediləndə hələ də insandırmı? Əgər humanizm və azad iradə tərəfdarsınızsa, bu suala insan zorla yaxşı ediləndə artıq tam insan sayılmır cavabı və ya cəmiyyət təhlükəsizliyi tərəfdarsınızsa, əgər nəticə olaraq zərər azalırsa, insanın zorla dəyişdirilməsi qəbul edilə bilər cavabını verə bilərsiniz. Mənim baxış bucağım soruşulsa, mən deyərdim ki, insan saysız hesabsız aspektlərə malik bir varlıqdır. Buna həm yaxşı olmaq, həm də azad iradə aiddir. Ona görə insan əgər yaxşı olacaqsa, bu öz seçimi vasitəsilə olmalıdır.
Realizmə başqa nümunə isə Saw adlı məşhur qorxu film seriyasına misal çəkmək olar. Burada əsas obraz olan Jigsaw insanları müxtəlif oyunlara salır. Bu oyunlarda insanlar yaşamaq üçün çox ağır və psixoloji cəhətdən sarsıcı seçimlər etməli olurlar. Jigsaw insanların üzərində həm nəzarət və güc hissi, həm də psixoloji manipulyasiya qurur. O qurbanların həyat və ölümünə qərar verir. Bu isə sadist davranışlarda tez-tez rast gəlinən hakimiyyət ehtiyacıdır. Psixoloji manipulyasiya isə onun qurbanları seçim qarşısında qoymasında özünü göstərir. Ya özlərinə zərər verəcəklər, ya da öləcəklər. Amma vacib fərq odur ki, Jigsaw özünü tam sadist kimi görmür. O deyir ki, mən insanları öldürmürəm, onlara yaşamaq şansı verirəm. Yəni öz hərəkətlərini insanlara həyatın dəyərini öyrətmək kimi əsaslandırır. Amma real psixologiyada bu cür davranışlar yenə də sadistlik və ciddi psixoloji pozuntu sayılır. Bəli, nəhayətdə onu deyə bilərik ki, ətrafımızdakı insanlara qarşı ehtiyatı tam əldən verməmək nə qədər yorucu proses olsa da o qədər faydalıdır. Çünki bəzən qarşımıza çıxan insanın işıq tərəfi nə qədər parlayırsa, kölgə tərəfi də bir o qədər qaranlıq və görünməz ola bilər.